Hazreti Zeynəbin mövludu Peyğəmbər ailəsinin sevinci sayılır. Zəhranın sevinci sayılır. Bütün Peyğəmbərə və Həzrət Əliyə, xanım Fatimə Zəhraya, Həsənə, Hüseyin Allah'ın səlamı olsun və pak imamlara ki, imamların bibisi sayılır. Həzrət Zeynəb məxsusən bugünün əsrin, zamanənin imamı İmam Mehdiyə təbrik ünvanı ilə bir gözəl, səmimi salavat edəyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala seyyidina Muhammedin Ebil Qasim. Hazreti Zeynəbin nəsli nurdan yaranan bir nəsildir. Hazreti Zeynəbin nəsibi, nəsib cəhətindən çox iftixar olması bir əsl nəsəbi var. Qardaşları Həsən Hüseyndir. Bacısı Gülsümdür. Atası bütün möminlərin əmiri Həzrət Əlidir. Anası iki dünya xanımlarının seyyidəsi Həzrət Fatimədir. Nənəsi dünya və axirət xanımlarının seyyidəsi və iftixarı Xədicə-i Kübradır və onun babası aləmlərə rəhmət olaraq göndərilən Allahın Rəsulü Hazreti Muhammeddir. Bu cür şəcərə fəqət Həzrət Zeynəbə məxsus bir şəcərədir. Hər tərəfindən nurlarla əhatə olunmuş bir nəsil, bir nəsəb. Həzrət Zeynəb əksər tarixçilərin, alimlərin fikri budur ki, hicrətin 5-ci ilində dünyaya gəlib. Adını Resulullah qoyub Zeynəb. Mənası atasının Zeyn, yəni gözəli, yaxşısı, yaxşı qızı. Atasının yaxşı qızı. Necə də bəzi insanlar doğrudan adlarına çox oxşayırlar. Həsən adına nə gözəl oxşadı. Hüseyin öz adına nə gözəl oxşadı. Zeynəb öz adına nə gözəl oxşadı. Atasının gözəl qızı, yaxşı qızı oldu Həzrəti Zeynəb. Allah Resulü Həzrəti Zeynəbi qucağına aldı. Xanım Fatimə Zəhra gördü ki, Peyğəmbərin gözlərindən yaş axır və göz yaşlarını saxlaya bilmir. Sual elədi, ya Resulallah, niyə ağlayırsan? Buyurdu, mənim bu qızım Hüseynin yanında Kərbəlada çox əzablar görəcək. Çox əziyyətlər görəcək. Allahın Rəsulü bu kəlməsilə Həzrət Zeynəb salamullahi aleyhanın təqdirindəkini
göstərmək istədi ki, bu uşaq, bu qız uşağı doğuluşdan risalətin müdafiəsi üçün doğulub, imamətin müdafiəsi üçün doğulub, vilayətin bayrağını daim dalğalandırmaq üçün doğulub, qədərində bu yazılıb onun. Bihar-ül Ənvarda ağamız, Mövlamız, İmam Hüseyin əleyhissalam Həzrət Zeynəb haqqında buyururdu, Zeynəb şərikəti fil-bəlai. Həzrət Zeynəb mənim bəla ortağımdır, bəla şərikimdir. Bəzi insanlar mala şərik olarlar, bəzi ilahi aşıqlər bir-birinin bəlasına aşıq olarlar, şərik olarlar, ortaq olarlar. İmamın bəlası sıradan insanların bəlası kimi olmaz. Peyğəmbərin sınağı, bəlası sıradan insanların sınağı kimi olmaz. Onların sınağı ən böyük evliyalara verilirsə dindən çıxar, tab edə bilməz. Peyğəmbərlərin, imamların sınağı sıradan bir sınaq deyil, bəla yəni sınaq. Zeynəbin gücünə bax ki, heç bir peyğəmbərə verilməyən sınağı Allah Həzrət İmam Hüseyin əleyhissalama verir və Həzrət Zeynəb o sınağa şərikdir, ortaqdır. Günlər sizə mən həval edirəm, gedəsiz bu sözü fikirləşirsiniz. Hüseynin sınağına ortaq olmaqdan ötürü nə böylüyündə bir insan olmalıdır ki, 124.000 peyğəmbərin içərisində İmam Hüseyin əleyhissalamın sınağına tuş gələn, o sınağı boynuna götürən bir peyğəmbər olmadığı təqdirdə Həzrət Zeynəb o böyük sınağa şərikdir. Həzrət Zeynəb elm mənbəsi idi. O zaman ki İbn Ziyadın sarayında idi, o zalimin sarayında məsum bir imamın qanına əli bulaşmış, körpə uşaqların qanına əli bulanmış bir qatilin sarayında, zəfər məstliyi ilə məst olmuş bir qatilin sarayında qolu bağlı, qolu zəncirli bir halda bir xutbə söyləyir ki, tarixçi Əbu Mixnaf adında bir tarixçi orada olanların hadisələrini yazanda deyir ki, o zaman, o danışan zaman sanki əli danışırdı. Sıradan söz deyir, bir qadını, bir qızı əli kimi bir şəxsiyyətə bərabər tutmaq. Bu sıradan bir sözdür. Bəsit söz deyil bu. Vallahi bəsit sözdür. Sadə söz deyil bu. Əli Peyğəmbərin elm şəhərinin qapısıydı. Bir insanı elm və danışığında, elmində, danışığında, bəlağətində Əliyə müsabit tutasan, gör bu nə böylüyündəysə dərk olunmaz insanlardandır. Özdə qadın ola. Bax söz belə. Sanki Əli danışırdı. Onun sözlərində elə bir heybət, elə bir nur var idi ki, hamı başını aşağı salmışdı. Əsir olasan, söz danışasan, qarşındakılar utana. Qalib olan qoşun xəcalət çəkə.
məğlub olmuş, zahirdə məğlub olmuş bir şəxs sənə sözlər deyə, xütbə eləyə, hamısı başını aşağı sala, hətta ağlayanlar ola. Deyirlər, o yerdə İmam Zeynul Abidin əleyhissalam bir söz deyib, tarixə yazılası bir söz deyib. Xanım Zeynəb haqqında buyurdu, Ənti bihamdillahi alimətun qeyri mualləmə. Dedi, Allah həmd olsun ki, ey bibi, sən müəllimi olmayan, öyrədəni olmayan bir alimsən. Kim deyir bu sözü? İmam deyir. İmam Həzrət Zeynəb haqqında deyir. Allah rəhmət eləsin, Ayətullah Cavad Amuli bu sözə isnadən buyururdu ki, İmamın bu sözünün anlamı budur ki, Həzrət Zeynəb məsumədir. Cavad Amili bilirsiniz də kimdir? Həm arif, həm filosof və bu zamanədə ona, o zamanında ona tay müsavi bir adam yox idi. Bir elmi hüsuli var, bir də elmi ledunni var. Bir elm var ki, kitab oxuyarsan, düşünərsən, mütaliə eləyərsən, təcrübələr apararsan və s. O elmi ələ gətirərsən. Müəllim də yanında olarsan, gedərsən, o şəhərə, bu şəhərə oxuyarsan, öyrənərsən. Elmi nə edərsən, hasil edərsən. Olarsan alim, müctehid, əllamə, nə istəyirsən olarsın. Arif, filosof, fərq yoxdur. Bir də elm-i ledunni var. Elm-i ledunni nədir? Öyrənilən elm deyil. O elmdir ki, onu Allah verir. Ona heç kitabda oxumaqla insan qazanamaz. Kitab oxumaqla deyil ordular. Onu Allah bəxş edir. Bu məsumlarda olan elmdir. Elm-i ledunni məsumlarda olan elmdir. İmam Zeynəl Abidin Həzrət Zeynəb xanım haqqında buyurur ki, Ənti alimətun qeyri müəllimə, sən müəllimi olmayan bir alimsən, yəni sənin elmin bir kəsdən deyil, öyrənilən elm deyil. Yəni bu elm Allahdandır sənə. Bu ismət sifətidir, məhsumiyyət sifətidir, Həzrət Zeynəbə yaraşan sifətdir. Həzrət Zeynəb Yezidin sarayında xütbəsi var. Orada da Həzrət Zeynəb bir xütbə söyləyir. Vallahi böyük xütbədir. Elə bir xütbədir ki, elə bir sözlərdir ki, hələ tarixdə heç bir zalimin üzərinə bu cürünə ilahi ildırım deyməmişdi. Musa gedərdi Firavunla sarayında söhbət eləyərdi. Əlində əsası azad. Düz. Sözlərini də bəzən ehtiyatla deyərdi. Görmüşük də o sözləri, ehtiyatla. Gedməmişdən öncə Allaha deyirdi ki, İlahi və Rəbbim, mənə bu işdə bir dana köməkçi ver. Mənim dilimin düyününü az, sinəmi genişləndir. Musa çox böyük bir peyğəmbərlərdəndir. Qur'an-ı Kərimdə ən çox söz açılan peyğəmbərlərdəndir. Ən çox misal gətirilən peyğəmbərlərdəndir. Bunun
Ulul əzm peyğəmbərlərdən də Həzrəti Musa, Allahın salamı olsun ona. Amma Firavunla gedirdi danışmağa, ehtiyatla danışırdı. İlahi mesajı deyirdi, qaydırdı. Amma Zeynəb Yezid kimi zalimin, yəni Yezidlə Firavunu müqayisə eləsən, Yezidlə Firavunu müqayisə eləsən, Firavunun yanında məsum görünər. Onun zülümlərinin qarşısında məsum görünər. Firavun bir dənə kəsdi ki, Allah'ı inkar edib. Dini inkar edib. Özünü Allah bilib. Yezid bir kəsdi ki, Allah'ın adına, dinin adına Kəbəni yandırır. Allah'ın adına, dinin adına, peygamber adına, peygamber sahabelerini öldürür. Sahabe evlatlarını öldürür. Sahabe qız gəlinin namusuna ərz atdırır. Peygamber adına peygamberin balalarını doğratdırır. Çok ağırdı ya. Bir qıraqçı adamın sənə qarşı elədiyi haqsızlıq sənin heç vecinə gəlməz. Düz deyil? Amma sənin yaxının, səni tanıyanın sənə balaca bir söz deyəndə insan nə edir? Yandırar. Həzrət Zeynəb Yezidin sarayında, Yezidin qarşısında elə bir xutbə eləyir ki, xutbənin sözləri tarixdir. Bunu qoyduq qırağa. Onun duruşu, baxın, baxmasaydılar ona, bilməsəydilər ki, danışan kimdir, belə düşmədilər ki, onun səsindən, sözündən, ifadəsindən sanki bir dənə sərkərdə də durub, arxasında da 100.000 qoşun var. O qədər ürəklidir. Danışanda adam arxasında 100.000 qoşun olan bir sərkərdə danışanda necə danışar? Ürəklə. Amma Zeynəb qolu zəncirliydi. Arkasındaki ona sığınan uşaqlar idilər, körpələr idilər, yetim uşaqlar idilər. O halda xutbə söyləyir, Yezidin taxtını sirkələyir, Yezid havalanır. İlahi şimşək kimi Həzrəti Zeynəbin sözləri Yezid'i vurur. Tarixdə deyirlər, ikinci bunun təkrarı olmayıb. İkinci belə bir təkrar olmayıb. Sözlərdən bir necə kəlmə sizə ehsan eləyim. Həzrət buyururdu Zeynəb, ey Yezid, sən indi qələbə çalır kimi görünürsən. Yəni oturuşun, duruşun, bu cür nədir ki, sən indi özünü qələbə çalan kimi görürsən. Lakin bil ki, bu müvəqqətidir. Allah'ın ədalət hökmü yaxınlaşır saat. Sən Peyğəmbərin nəvəsini öldürməkdən fərəh duyursan, amma bil ki, sən öz məhvinin binasını qoyursan. Ərəb dilində ərəb anlayanlar üçün Nəhcül Bəlağəyə bərabər sözlərdir bunlar. Əlavə etdi, Allah'a and olsun ki, bu hadisəni heç kim unuda bilməyəcək. Hər nə qədər çalışsan da, Hüseyni öldürsən də, Hüseynin adını sildirə bilməyəcəksən. Allah'a and içir ha, bax, bir dənə diqqət elə. Allah'a and içir, o söz budur, Allah'a and içir.
Fatimənin qızı Allaha and içir. Bu andın dalında durmaq lazımdır, düzdür. Tarix göstərdi ki, Yezid lənətli oldu. Hüseyin eşqin qiblə nüması oldu. Silə bilmədilər. And içdi Zeynəb orada, silə bilməyəcəksən dedi. Həzrəti Zeynəbin bu onun ilahi baxışlarının doğruluğu idi. Həzrəti Zeynəb səbrin ünvanı deyim, səbrin mərkəzi deyim. Bir şey nöqtəni toxunumsa, istəsə Zeynəbi anlamaq üçün, bax buna yadda saxlayasınız. Qadındır. Kimliyindən asılı olmayaraq nədir? Onun anatomiyası, onun quruluşu nədir? Qadındır, hissləri qadındır. Bir. İki, əsirdir. Üç, himayəsində onlarla yetim, qız, gəlin var onun himayəsində. Bunları da qorumalıdır. İmam Zeynəl-Abidin əleyhissalam onun səbri haqqında gör nə deyir? Deyir, səbir və iqtidar baxımdan Zeynəb salamullahi əleyhanın misli yoxdur. Misli yoxdur. Deyirlər, tarixdə yazılıb ki, Həzrəti İmam Hüseyin əleyhissalam nə qədər ki həyatda idi, nə qədər həddən yaddan çıxardır adam ki, mövlud günü deyə. Amma bunların həyatı və cürnədir də. Bunların həyatı və cürnədir. Adam nə qədər istəyir bunlar haqqında bir şən söz danışsın, o qədər bəlalarla doludur ki, insan bir şən söz gətirə bilmir. Ancaq bunların həyatları bu cürnədir. İmam Hüseyin əleyhissalamın sağ dövründə Zeynəbə baxırsan, bir neçə yerdə Zeynəbin ağladığını, Zeynəbin ürəyinin getdiyini, qəşş elədiyini oxuyursan tarixdə. Qoşun Tavsuğa günü hərəkət edən zaman, İmam Hüseyin əleyhissalamın şeir dediyi zaman, Zeynəbin ağladığı zaman, İmam Zeynəl-Abidin bunlara şəhadiyyət gətirir. Amma Hüseynin Kərbəlasından sonra fərqli bir adam. Çox fərqli bir adam. İnsan bəzən bunları oxuduqla, onları oxuyanda, buna baxdıqla, Hüseyndən sonraki hadisələrə baxan zaman, Hüseyndən şəhadətinin qabaqçı hadisələrə, Zeynəbə baxan zaman təəccüb edir ki, bu qadındır. Artıq qadın deyil. Artıq bir sərkərdədir. Artıq vilayətin əmanətdarıdır. Risalətin qoruyucusudur. Bax, bir söz deyim sizə. Zeynəb fəqət danışmağı ilə məşhur olmayıb. Ki, danışdı. Sükut ilə də alimləri heyrətə salıb, arifləri heyrətə salıb. Məgər Həzrəti Zeynəb ağlamaq istəmirdi? Ağlamaq istəyirdi, bir qadın kimi ağlamaq istəyirdi, rahatlanmaq istəyirdi, amma ağlamırdı. Yorulurdu, yoruldum demək istəyirdi, amma demirdi. Elə səbr eləyirdi ki, hər kəs ondan güc alırdı. Hər kəs ondan güc alırdı. Bu Hüseynin ona vəsiyyəti idi. Zeynəb, səbr elə. Zeynəb, səbr elə. Və səbr eləyəcəyinə söz ver. Həzrəti Zeynəb bir tarixin sözünə dedi. Dedi, Hüseyin, elə səbr eləyərəm ki, səbir əlimdə aciz olar.
Səbr əlində heyrətdə qalar. Allahu Ekber. Səbir çaşar ki bu ne de? Allah'ın selamı olsun ona. Buyurdu İmam Zeynel Abidin ki atamın müsibətində o dağ kimi sabit dayandı. Atamın müsibətində o dağ kimi sabit dayandı. O qədər sınaq və müsibətlərin içərisində Həzrəti Zeynəb imanını səbri ilə qoruyurdusa, bir abidə kimi görsənirdi. Abidə, yəni abid kimi görsənirdi. İmam Zeynəl Abidin buyurur ki, bibim Zeynəb elə ibadətçi idi ki, Kərbəla gecələrində belə, əsirlikdə belə namazını, hətta gecə namazını tərk eləmirdi. Bilal ayaq üstə durmağa taqəti olmurdu. Gecə namazlarını qılmaq. Gecə namazları olan bizim gecə namazı kimdir elə? Subhanallah, subhanallah, subhanallah. Onlar gecə namazlarında bizi kimi kısa surələr oxumazdılar. Uzun surələr oxuyardılar, Allah'ına münacat eləyərdilər o ilahi ayələrlə. Yerdə səbir çatmaz, oturardı, namaz qılardı, amma qılardı. Bayaq bir söz dedim, elə bir yanım çıxıb qaldı. Həzrət Zeynəb tək danışmağı ilə deyil, susmağı ilə də dərs verirdi, susmağı ilə də danışırdı. Ağrıları var idi, ağrılarına qarşı, əzablarına qarşı, əziyyətlərinə qarşı susurdu. Zülmə qarşı danışırdı. Zülmə qarşı aslan kimi haykırırdı. Amma əzab əziyyətlərə qarşı nə edirdi? Susurdu. O əziyyətlərin içərisində insan səbr eləyə bilməzdi, dözə bilməzdi, ürək partlayardı. O hadisələri görməksən hadisələr deyildi ya. Hüseyin kimi bir qardaşın başının kəsilməsini, oğlanlarının ölməsini, qardaşlarının doğranmasını, qardaş uşaqlarının ocuna hala düşməsini bir qadın buna səbr eləyə bilməz. 18-19 nəfər əhl-i beytindən kişilər öldürürlər, gözünün qabağında zülm olunan. Cənazələri qala, torpaqların alt üstündə, kəfənsiz qala. Qadın buna dözə bilməz, həssas bir qadın. Amma Zeynəb dözürdü. Bu ağrılara qarşı, bu bəlalara qarşı susurdu, amma zülmə qarşı çıxırdı. Həzrəti Zeynəb alimə olmağı ilə bərabər həmçinin də arifə idi. Bir dənə sözü var, hamınız bilirsiniz onun sözünü. Məlun İbn Ziyad ona deyəndən ki, gördün Allah Kərbəlada qardaşına neynədi? Ən məşhur sözdür, mə rəeytu illa cəmila. Mən ancaq gözəlliyi gördüm. Ancaq gözəlliyi gördüm. O deməkdir ki, Həzrət Zeynəb zahiri baxışlarla deyil, irfanı baxışlarla, ilahi baxışlarla Kərbəlaya baxırdı. Biz insanlar maddi baxışlara baxanda qan görürük, məğlubiyyət görürük, öldürülmüş insanlar görürük, doğranmış insanlar görürük, ağlayan uşaqlar görürük, od vurulmuş xeymələr görürük. Amma Zeynəb irfanı gözlə baxan zaman belə yaxşıdır. İrfanı gözlə baxır, ilahı gözlə baxır və buyurur, mə rəytu illa cəmilə, mən gözəllikdən başqa heç nə görmədim Kərbəlada. Və bununla bərabər imam buyurur ki, o bu zikr edirdi əsirlik boyu.
İlahi, sənin razılığın mənim üçün kifayətdir. Mən razıyam bunlara ki, sən məndən razı olasan. Elhamdülillah Rabbil Alemin. Elhamdülillah Rabbil Alemin. Ancaq sözümüzü, qardaşlarımız da buradadır. Bizim vəzifələrimizdən birisi o xanımı tanımaqdır. Bu məclislərin mənası odur, o xanımı tanıyaq. Tanımaqdan məqsəd içərimizdəki Zeynəb ruhunu oyadaq, Zeynəb nurunu yandıraq. Həzrəti Zeynəb Kərbəlanın səssiz şimşəyidir. Tanımaq sevməyin başlanğıcıdır. İnsan tanıdığını sevir, sevdiyini qoruyur, qoruduğunu isə yaşadır. Amma Zeynəbi tanımaq sadəcə bir tarixi xanımı tanımaq deyil. Həzrəti Zeynəbi tanımaq imanın təcəssümünü, səbrin səsini, qeyrətin nurunu tanımaqda. O bir qadın idi, amma bir ümmətin sabitliyini çiynində daşıyırdı. O həqiqətən də Kərbəlanın şahidi, Risalətin qoruyucusu, Aşuranın canlı bir yaddaşı idi və Həzrəti Zeynəb idi. Həzrəti Zeynəb böyük bir missiyanı çiynində daşıdı və sona qədər gətirdi. Mən bəzən Həzrəti Zeynəb haqqında oxuyanda, düşünəndə, alimlərimizin fikirlərinə qulaq asanda sanki içim yanır. Bilirsiniz niyə? Dəyərli bir almazın qədirsiz bir, qiymətli bilməyən insanların əlində olmasına o almaza necə sənin hayfın gələr, hə? Görərsən, dəyərli bir mücəffər var, amma kimin əlindədir? Zərgərin yox, dəmirçinin əlindədir, dəmirçinin. Dəmirçidir də. Neyin onu açsa? Heyf olur. Həzrəti Zeynəbə baxanda adamın içərisi yanır ki, hayf bizdədir, hayf. Avropa Janna Darkı kitablar yazır, kinolar çəkir, heykəllər qoyur, hansı ki ruhu bir problemi var idi onun qadının. Düz demirəm. Dünyaya belə yedizdirmək istəyir o sapqın fikirli o bir qadını. Kabul ettirir bize, sevdirir bize. And dolu Allah'a dünya tarixində Zeynəbə şücaətdə, səbirdə, qeyrətdə bir qadın ola bilməz. Adam hərdən bunu deyir, bağışlayın bu söz üçün. Ay Allah bağışla məni. Kaş olardı olaydı Zeynəb. Ən böyük belə deyək də, indi İslamla doğru deyil, ən böyük belə mənəvi heykəli Zeynəb üçün qoyardılar tarixdə. Ən nümunə o xanım olardı. İnsanlıq üçün bir nümunə olardı. Əgər Avropada olsa, biz bilmirik, biz bilmədik, biz öz dəyərlərimizi bilmədik, biz Peyğəmbərimizin dəyərini bilmədik, biz Əli kimi bir imamın dəyərini bilmədik. Bilmədik. Bizim bir Hüseynimiz var ki, dünya adından qorxur. 1400 il bundan öncə şəhid olmuş belə desəydir nağarasında ölmüşündən qorxur, adından qorxur.
Ama biz o dəyərini bilə bilmədik. Bilmirik. Olsaydı kimlərdə bilirsən nələr edərdilər. Allah bizi öz dinimizə dəyər verənlərdən qərar versin. Allah bizi öz dini yol göstərənlərimizi tanıyanlardan, sevənlərdən, onları yaşadanlardan, onların yolu ilə gedənlərdən və başqalarını da onların yoluna dəvət edənlərdən qərar versin. Allah bu məclisləri sadəcə olaraq bir mövlud, bir şəhadət, bu cür belə rəsmi olan məclislərdən deyil, ruhani, irfani, əqidəvi, aşiqanə olan məclislərdən qərar versin inşallah. Allah Həzrət Zeynəbin hörmətinə bütün qadınlarımıza iffət bəxş eləsin. Azmışlarımıza hidayət bəxş eləsin. Allah onu tanımağı bizə nəsib eləsin əvvəl. O xanımın hörmətinə valideynlərimizi, məxsusən analarımızı əfv eyləsin. Qız gəlinlərimizi əfv eyləsin. Həzrət Zeynəb qadına məxsus olan bir şəxs deyil. İmamlar onu örnek biliblər özlərini. İmamlar onları örnek, Həzrət Zeynəbi örnek, nümunə biliblər özlərini. Bu kiçik sözlər deyil. Mən bir söz istəyirəm deyəm sizə. Gəldi fikrimə, çəkdim. Gəldi fikrimə, çəkdim. Amma bəlkə Allah istəyir deyim. Allah bəzən öz dostlarının qəbrini gizlin saxlayar. Özdə qadın. İstəməz ki, onun qəbrini ziyarət eləməklə kifayətlənsinlər. Allah istəyər ki, öz qəlblərində onları ziyarət eləsinlər. Həzrət Zeynəbin dəfn olduğu yer haqqında neçə ixtilaflı söz var. Birisi Şamda Zeynəbiyyədə dəfn olunduğudur, haqqında buyurulub. Biri Misirdə dəfn olunduğunu yazıblar. Bir qism alimlər Mədinədə dəfn olunduğunu yazıblar. Bəli, bəli, bunları da bilməyiniz lazımdır. Bəli, Həzrət Zeynəbin qəbrinin bu cürlə olması anasına bənzərlikdir. Necə ki, anasının heç qəbri məlum deyil. Allah bu cürlə qadın övliyalarının istəyir ki, onları zahirdə deyil, qəlblərdə, hicab altında yaşatsınlar. Hicab altında, qəlbdə hicab altında ziyarət eləsinlər. Amma yenə də bizim arzumuzdur. Allah bizə o xanımın ziyarətini nəsib eləsin inşallah. Bəzən çoxlarımız Zeynəbiyyəyə gedirik, Şama gedirik, ziyarət eləməyə. Bir dəfə də Müstirə gedirik. Orada da ziyarətgah var. İndi fərq eləyib deyiblər ki, birinə deyiblər Zeynəb-i Kübradır, buna deyiblər Zeynəb-i Suğradır, buna deyiblər Zeynəb-i Suğradır, buna deyiblər Zeynəb-i Kübra. Zeynəb-i Kübra Əlinin qızı, Zeynəb-i Suğra Hüseynin qızı. Amma ən gözəl ziyarət onu burada yaşatmaqdır. Burada ziyarət eləməkdir. Allahın səlamı olsun Həzrət Zeynəbə. Allahın səlamı olsun onun o pak müqəddəs qardaşlarına, Həsəninə, Hüseyninə. Allahın səlamı olsun onun anası Fatimə Zəhraya.
Allah'ın selamı olsun Emir-el Mu'min Ali ibn Abi Talib'e. Allah'ın selamı olsun onun nenesi Hadice-i Kübra'ya. Allah'ın selamı olsun onun əmilərinə, Həmzəyə, Əbbasa, Cəfərə. Allah'ın selamı olsun onun pak kardeşi evladlarına, pak məsum imamlara ve Allah'ın selamı olsun Hazreti Zeynep'in alemler için rahmet olan babası Hazreti Muhammed'e. La